İslam ümmətinin arasına, müsəlmanların arasına Yəhudilər necə nüfuz etdilər, nə zaman nüfuz etdilər və bunların nüfuzlarının nəticəsi nələr oldu? Hal-hazırda da o nəticələrdən nə istifadələr aparırlar? Hamınız bilirsiniz ki, Yəhudilər 250-60 il bundan əvvəl neçə casus göndərdilər ərəb ölkələrinə, həmçinin türk bölgələrinə göndərdilər və bunların neçə şeyə məmur etmişlər bu casusları. Bu casusların məmur olduğu şeylərdən bir neçəsi belədir. Bunlar gərək təhqiq etsinlər və görsünlər müsəlmanlar əqidə cəhətindən hansı nöqtədə zəiflikləri vardı, siyasət cəhətindən hansı nöqtədə zəiflikləri vardı, həmçinin mədəniyyət cəhətindən, iqtisad cəhətindən və digər cəhətlərdən ki, hansı nöqtədə zəiflikləri vardı və bu təhqiqatları köçürsünlər Yəhudilərin, alimlərinin, başçılarının əlinə və onlar da öz işlərini başlasın. Yəhudilərin casuslarından biri Mr. Hemfer adında bir nəfərlə tanış olur. Yəni sünni cəmaatının arasından bir nəfərlə tanış olur. Həmən adamın ifratçı bir adam olmuşdur. Deməli bu adamı əqidəsinə görə, yəni həmən adam ki ifratçı idi, onun əqidəsinə görə sünni alimləri tərəfindən, şia alimləri tərəfindən tərd olunmuşdu, təkfir olunmuşdu və onun əqidəsində olanları cəzalandırırdılar. Yəni bu həddə o adamın, o ifratçı adamın əqidəsi İslam dini ilə uyğun gəlmirdi. Ona görə də bütün alimlər tərəfindən o təkfir olunurdu. Bu adam, bu ifratçı adam ki gedirdi öz əqidəsini kəndlərdə, şəhərlərdə təbliğ etsin, həmən kəndlərdən, şəhərlərdən qovulurdu. Yəni müsəlmanlar bunu qəbul etmir, onun əqidəsini qəbul etmirdi ki, yəni bu həddə çirkin bir əqidəyə sahib idi. Həmən adamın adı, ifratçı adamın adı Muhammed ibn Abdülvahhabdır. İndiki Vəhhabilərin, Sələfilərin başçıları, rəhbərləri. Yəni İbn Teymiyyənin təfəkküratını dirildən şəxs Muhammed ibn Abdülvahhabdır və indiki bu Vəhhabilərin rəhbərləri. Deməli əzizlər, Yəhudi casusu Mr. Hemfer gəlir bunu tapır, tanış olur və bunu özünə cəlb eləyir, özünə cəzb eləyir, bununla yoldaşlıq eləyir, dostluq eləyir və yavaş-yavaş Muhammed ibn Abdülvahhabın əqidəsini bu gəlir onu bərkidir, möhkəmləndirir, ona ürək verir ki, eybi yoxdur. Məsələn, filan şəhərdən, kənddən qovdular, sən gedirsən başqa kəndə, şəhərə. Bir tərəfdən də bunun əqidəsini gətirir, öz əqidəsi ilə uyğunlaşdırır. Yəni öz əqidəsini təhmil edir Muhammed ibn Abdülvahhaba. Yəni bəzi metodlarla, bəzi işlərlə, bəzi sözlərlə ki, buna cəlb eləyirdi. Yəni bunu özünə Muhammed ibn Abdülvahhabı özünə cəlb eləyirdi, cəzb edirdi sözləri ilə. Əziz qardaşlar, bacılar, Yəhudilər müvəffəq oldular ki, müsəlmanların arasından bir nəfər tapsınlar və öz əqidələrini müsəlmanların arasında yaysınlar. Belə bir adamı tapdılar. Amma bir yerdən qaldılar ki, axı bunu təbliğata qoymurlar. Yəni müsəlmanlar heç birisi bunu qəbul etmir. Bəs nə etmək lazımdır? Yəhudilər gəldilər Muhammed ibn Abdülvahhabı apardılar Muhammed ibn Suudun yanına. Muhammed ibn Suud, Ali Suud ki vardı hal-hazırda Ərəbistanın Saudiyyənin şahları, hakimləri. Bu adamların kökü, nəsəbi hara qayıdır? Buna diqqət edin. İki kitab sizə deyəcəm. Həmən kitablarda bu Ali Suud ki, bu Ərəbistanın Saudiyyənin hal-hazırda hakimləridir, onların nəsəblərin, köklərini sizlərə göstərir. Ümdətül Qari, Şərh-ü Səhihəl Buxari. Bu kitabda Ənzə qəbiləsi hardandır, kimlərdəndir, onu sizlərə göstərir və Ünvanul Məcd fi tarixi Nəcd kitabı da Muhammed bin Suud kim idi, hansı qəbilədən idi, onu sizlərə göstərir. Yəni bu iki kitab Ali Suudun kökünün, nəsəbini göstərir. Ali Suud Ənzə qəbiləsindəndir. Ənzə qəbiləsi çoxunuz bəlkə bilməyə bunu. Ənzə qəbiləsi isə Xeybər Yəhudilərindəndir. Diqqət edin, Xeybər Yəhudilərindəndir. Yəni hal-hazırdakı Ərəbistanı Saudiyyə vəhy ölkəsinin hakimlərinin damarlarında Yəhudi qanı axır. Diqqət eləyin, adam yəni təəccüb eləyir ki, Yəhudilər nə həddə nüfuz eləyib İslam dünyasına, müsəlmanların arasına. Bunlar gəldilər, Muhammed ibn Abdülvahhabı apardılar Muhammed bin Suudun yanına və bunların arasında qərardad imzalandı ki, fitvalar, hökmlər, fiqhi cəhətdən, dini cəhətdən hamısı Muhammed ibn Abdülvahhabda olacaq və siyasət, hökmranlıq, dövlət Muhammed ibn Suudda olacaq. Muhammed ibn Suudda və onun ailəsində dövlət, siyasət və bunun ailəsində dini hökmlər, fitvalar. Diqqət eləyin bura. Muhammed bin Suud o zaman hakim də olubdu orada. Gəldilər, Yəhudilər bunları birləşdirdilər və fitva verildi. Muhammed ibn Abdülvahhab tərəfindən fitva verildi. Muhammed bin Suud tərəfindən əməl olundu və böyük bir cinayət törətdilər Hicaz bölgələrində. Tarix kitablarında yazır ki, yəni bu 250-300 ilin tarixində yazılır ki, həmən zamanların tarixi. Bunlar o qədər müsəlmanını öldürdülər. Sünni, şiə,
Hamısının başını kəsirdilər. Hamısını qadınlar ki, hamilə idilər, onları qarnın kəsirdilər, doğrayıb uşaqlarını çıxardırdılar. O qədər başlar kəsirdilər, o qədər cinayətlər, qətliamlar törədirdilər ki, xiyabanlardan qan su yerinə axırdı. Mən bu kitabları oxuyanda, bu tarixlərin, bunların oxuyanda, bu Vahabilərin, sələflərin bir şey yadıma düşür. Bir tayfa yadıma düşür. O da ermənilərdir. Lənətə gəlmiş ermənilər Qarabağdan nə oyunlardan, nə cinayətlərdən çıxdılar, nə cinayətlər törətdilər. Eynən o cinayətlər kimi cinayətlər törətdilər Vahabilər, sələflər həmən Ərəbistanda, Vəhy ölkəsində. Şiə müsəlmanı sünni qalmadı, qırdılar. Həmən zamanlardan istəmirəm çox dərinə keçən. Həmən zamanlardan sonra bir neçə cinayətləri də oldu, vəhşilikləri də oldu onların. Amma ondan sonra bu son illərdə elə 10 ilin, 12 il bundan əvvəl bu IŞİD qrupu peyda oldu. Ondan qabaq bunların vücudi elanı olmuşdu. Yəni bunların olmaqlıqları deyilmişdi ki, bəli belə bir qruplar vardı, belə bir IŞİD tayfası qrupu vardı. Amma bunlar bu 10-12 il bundan əvvəl bunlar öz ixtişaşlarını başladılar, öz terrorçuluqlarını başladılar. Deməli, əzizlər, hamınız da şahid oldunuz. Çox uzun zamanlarda deyil bu. Sənədli filmlər vardı ki, IŞİD, Vahabilər, IŞİD, sələflər nə cinayətlər törətdilər İraqda, Suriyada. Keçən videolarda mən bunların müftilərindən sənədli filmi gətirdim sizlərə ki, Suriyanın müftilərindən biri, Ərəbistanın müftilərindən, digər ölkələr ki, ifratçı müftilər var idi, bu Vahabilərin, sələflərin. Hamısı etiraf edib deyirlər ki, IŞİD qrupunda olan insanların hamısının əqidəsi Vahabidir, sələfidir. Və bunlar müsəlmandırlar, özü də müxlisdirlər, özü də bizim qardaşlarımızdırlar. Ən əsası bizim kitablarımızı oxuyurlar, bizim əqidədədirlər. Vahabilərin müftiləri bunu deyirlər, sələflərin müftiləri bunu deyirlər. Bu arada bir şeydə cəlb eləyir adamı özünə. Amerikanın prezidentli Obama'nın zamanında Clinton'la Obama'nın arasında orada bəzi etiraflar oldu. Dedilər ki, IŞİDləri, yəni özləri iqrar etdi, orada etiraf etdilər ki, IŞİDləri onlar yaratdılar. Kimlərdən ibarət idi o IŞİDlər? Öz müftiləri, Vahabilərin, sələflərin öz müftiləri bunu deyirlər ki, onların hamısı bizim əqidədədirlər. Yəni Amerika bunları gətirib təşkilat qurur bunlara, gəlib bunların silah-sursatın büdcəsini verir. Amerika, İngilis, İsrail bunların silah-sursatını verir bu IŞİD qrupunun və bunlar hamısı, bu adamlar, bu qrupun hamısı da kimin əqidəsində, hansı əqidədirlər? Muhammed ibn Abdülvahhabın əqidəsində olan şəxslərdirlər. Hamısı Vahabidilər. Ərəbistanı, Saudiyyədən olan var idi, Pakistandan var idi, digər ərəb ölkələrindən var idi, Türkiyədən var idi, Türkistandan var idi, Azərbaycandan neçə nəfər getmişdi və digər ölkələrdən. Baxın əzizlər, bunlar gəldilər, neçə min insanı öldürdülər İraqda, Suriyada. Bu işi təkfirçi Vahabilər, sələflər. Yahudilərin nüfuzundan sizlərə danışıram. Amma yəni Yahudilər orada görün nə iş gördülər ki, bu qədər müsəlmanları öldürdülər, qırdırdılar. Vahabilərə, sələflərə, öz düzəltdiyi firqəyə. Bunlar bu cinayətləri törətdilər Suriyada. 6 milyona yaxın insanı qaçqınsaldılar ki, məqsədə çatmamışdan nə qədəri öldülər. Çox dərinə getmək istəmirəm burada. Gəlin yaxın zamanlara. Bax, bu neçə ayın ərzində. Diqqət edin, Şiənin mövqeyi Suriya barəsində, Bəşşar Əsəd barəsində Şiənin mövqeyi belədir ki, Bəşşar Əsədin pis adam olub, yaxşı adam olub, nə şəxsiyyətdə, nə əxlaqda olmağında işi yoxdur. Şiə bir mövqeyi var idi. Bəşşar Əsəd İsrailin əleyhinə idi, Yahudilərin əleyhinə idi, yoxsa onların tərəfdarı idi. Şiənin bu mövqeyi var idi. Nə üçün Şiənin bu mövqeyi var idi? Çünki Şiə Yahudilərin planından, proqramlarından xəbərdardır. Şiələr bilir ki, İsrailin hədəfi nədir? Əzizlər, İsrailin hədəfindən deyim, keçim o mövzuya. İsrailin hədəfi budur ki, böyük bir İsrail düzəldilər. Bunların xəritəsi də vardı. Çoxunuz bəlkə xəritələrində görübsünüz. Misir ölkəsindən tutur, İraq ölkəsindən, Suriya ölkəsindən, Türkiyə ölkəsindən, İordaniyadan, Ərəbistanı, Saudiyyədən, Livandan, bu ölkələrin hamısını tutur, yəni özünü alır. İsraillilər, Yahudilər deyirlər ki, bunların hamısı bizimdir. Biz bunları fəth etməliyik. Diqqət edin, görün nə həddə bunlar bu işin üstündə ciddidirlər ki, bunlar deyirlər ki, gərək biz o qədər qətliamlar eləyək, o qədər adamlar öldürək və bu ölkələri alaq ta ki bizim maşiyah gəlsin, bizim müncimiz gəlsin. Yahudilər minlərlə kanallar açıblar. Televizor kanalları, teleradio, nə bilim, sosial şəbəkələrində, page kanallarında minlərlə şəbəkələrlə çalışırlar ki, müsəlmanların əqidəsini, münci barəsində aradan aparsınlar. Bu işlərində də müvəffəq də olublar. Çoxlu insanlar vardı müsəlmanların arasında ki, müncilicə artıq da inanmırlar. Yəni məsxərə də gəlir. Amma Şiə nə deyir? Şiə bu arada deyir ki, bizim Peyğəmbərimiz buyurubdur ki, mənim əhl-i beytimdən axır zamanlarda bir nəfər münci, nicat verən şəxs zühur eləyəcək. Və Şiənin əqidəsində də budur ki, İmam Zaman Əccəlallahu Teala fərəcəhu şərif bizim müncimizdir, Peyğəmbərin nəslindəndir və o gələcək. Amma
Diqqət eləyin bura. Bu İsraillərin, Siyonist Yahudilərin ki, bu hədəfləri vardı, Şiə bunun qarşısında dayanır. Onlar deyirlər ki, biz Fələstini məhv etməliyik. Fələstin adında bir şey qalmamalıdır. Beytül-Müqəddəsi məhv edib yerinə Süleyman məbədini düzəltməliyik. Şiə adında bir məzhəb yer üzündə qalmamalıdır. Çünki Şiə məzhəbi ilə, Şiənin əqidəsi ilə Sünninin əqidəsi, məzhəbi fərq eləyir. Nə cür? Şiə deyir ki, zalim hakimin qarşısında dayanmayacağam, tağutun qarşısında diz çökməyəcəm, kafirin qarşısında diz çökməyəcəm. Amma Sünni deyir ki, eybi yoxdur, olur olsun. Misir ölkəsi susub, onun nökəridir. İordaniya susub, onun Yahudilərin nökəridir. Diqqət eləyin, Livan dövləti susubdu, onun nökəridir. Suriya artıq İsrailin əlindədir ki, izah edəcəm. Ərəbistan, Saudiyə süd verən inəkləri olubdu. İmaratdır, Qətərdir, harada bunların hamısı olub İsrailin, Yahudilərin nökəri. Və onların qarşısında susublar. Təkcə məzhəb ki, onların qarşısında qədd ələm edibdi, ayağa qalxıbdı Şiə məzhəbidir. Şiə deyir ki, mən qoymayacağam İslam dini, İslam dünyası aradan gedə. Şiə deyir ki, mən hazıram özümü verəm, amma İslam ölkələri yerində qalsın, İslam torpaqları, İslam dini yerində qalsın, müsəlmanlar yerində qalsın. Təəssüflər olsun ki, Sünnilər, Sünni dövlətləri bunu başa düşmək istəmir və bu durumda, bu vəziyyətdə gəlib Şiələrə də vəhdət yaradıb kömək etmirlər. Axı kafirin qarşısında gərək müsəlman bir-birinə kömək olsun. Niyə olmurlar? Nədən olmurlar? Özlərini satıblar Yahudilərə. İndi isə qaydaq mövzuya. Əzizlər, Suriya haqqında Şiənin dediyim kimi Bəşşar Əsədin haqqında mövqeyi bu idi ki, İsrailin əleyhinədir, yoxsa İsrail tərəfdarıdır. Hamı da bunu bilir ki, Bəşşar Əsəd İsrailin əleyhinə idi. Ona görə də Şiənin əlində bir yer var idi ki, məsələn, İsraillə müqabilə edələr. Yəni, yerdən ordunu aparmaq, köçürmək, silah-sursat aparmaq o Şiələr üçün mövcud idi. Elə bir yol var idi, elə bir gücə malik idilər. Amma İsrail, Yahudilər nə etdilər bu arada? Yahudilər yenə də başladılar IŞİD qüvvələrini yığmağa bir yerə. Hər yerdən, hər bir ölkədən yığdılar bir yerə, bir ordu qurdular və Əl-Culani ki, indi Suriya terrorçu hakim ki vardı orada, o Suriyanın hakimi, bu adam hardaydı, kim idi? Hamı bunu bilir. Hamı bunu bilir. IŞİD qruplarının rəhbərlərindən biri idi bu adam. Yəni siz bunu çox sadə bir məsələdir. Hal-hazırda şəkillərini vursanız neçə il bundan əvvəl və hal-hazırda indi görəcəksiniz ki, həmən bu adamdır ki, IŞİD qrupunun IŞİD qruplarından birini rəhbərlik eləyirdi. Ən əsası Amerika gəlib bu adamın başına mükafat qoymuşdu. Amma nə cür oldu ki, birdən-birə gəldi Trumpla bu görüşdü. Netanyahunun yanında görünür. Nə cür bir şeydir? Gəldilər Bəşşar Əsədi çevirdilər. Həmən Bəni Ümeyyə ardıcılları gəldilər, nə etdilər? Gəldilər Bəşşar Əsədi çevirdilər. Və Suriyada hal-hazırda təzə başa düşüblər ki, ay dadi-bidat, nə işlər biz gördük, nə cinayətlər törətdik, nə xətaya, səhvə yol verdik. Əlbəttə bəziləri başa düşür. Hələ bəziləri cəhli mürəkkəbdədirlər. Başa düşmürlər. Suriyanın çevrilən vaxtlarında elə əvvəl günlərində İsrail başladı. Suriyanın bazalarını vurdu. Suriyanın silah-sursat yerlərini vurdular. Mühüm, önəmli yerlərini vurdular. Elmi mərkəzlərini vurdular və qabağa gəldilər. Biraz da torpaqları işğal etdilər və İsrail gəldi. Suriyada bazalar yaratdı, zastavalar yaratdı, silah-sursat, təyyarələr gətirdilər ora. Nə üçün bu Əl-Culani ki, Vəhabi Sələfi əqidəsindədir bu adam? Nə üçün onlara bir güllə də atmır? Çünki onların adamıdır. Çünki Yahudilərin adamıdır. Yahudilər özləri qoydular onu ora. Hal-hazırda İsrailin bircə dənə işi qalır. Bayraqların gətirib biz Suriyanın ortasına sancmaları. Suriyanı Şiənin əlindən çıxartdılar Yahudilər. Hal-hazırda başqa ölkələrdən səs-səmir gəlmir. Müqavimət cəbhələrində dövlətlər gətirdilər aşağı. Yəni onların güclərin, qüvvələrin gətirdilər aşağı. Hal-hazırda Şiə dövləti qalır ayaq üstə. Və İsrail və onun himayəçiləri başlayıblar ki, təkcə o Şiə dövlətini, yəni İran dövlətini aradan götürsünlər. Ta ki bunlar öz hədəflərinə çatsınlar. Əzizlər, keçən dəfə demişəm, dünya müharibəsi, dünya ixtilafları, bu qədər ki döyüşlər olur, hamısı Məsihilərlə Yahudilərin əlindədir. Yəni bunlardır ki, ixtilaflar salıblar dünyaya. Ölkələri bir-birinə vurdururlar, qırdırırlar, dini cəhətdən olsun, torpaq cəhətindən olsun, hər cəhətdən ixtilafları salan bunlardılar. Ta ki bütün dünyanı öz hallarına qoysunlar, özlərinə qarışdırsınlar başlarını. Ta ki bunlar öz hədəflərinə çatsınlar. Bunu sizlərə deyim, Yahudilərin istəkləri, bu döyüşləri, müharibələri bir əqidələrinə görədir. İkincisi də sərvətə, qüvvəyə, gücə görədir. Bu şeytani qüvvələri. Bunu hamı bilir ki, əgər İslam ölkələri
Şiə dövlətlərinin, Şiə qüvvələrinin yanında dayanmasalar, buna əmin olun ki, Yəhudilər Şiə dövlətini əgər aradan aparsa, heç bir dövlət yerində qalmayacaq İslam dövlətlərindən. Nə ərəb ölkələrindən, nə digər ölkələrdən. O ölkələr ki, heç bir tərəfə, məsələn, qoşulmurlar, nə o tərəfə, nə bu tərəfə, onlar da aradan gedəcək. O ölkələr ki, elə onların özlərinə qoşulublar, yəni Yəhudilərə qoşulublar, onların özləri də aradan gedəcək. Siz elə bilirsinizmi, bu Yəhudilər ki, bu xəritəni düzəldiblər, elə bilirsiniz ora qədər, yəni fəth etsələr əgər Allah İnşallah özü kömək etsin ki, Şiə qalib gəlsin onlara, müsəlmanlar qalib gəlsin o kafirlərə. Elə bilirsiniz ki, Yəhudilər ora qədər dayanacaqlar. Xeyr, bunu demirlər. Onlar deyirlər, bura, bu yer, bu xəritə bizim özümüzündür. Bundan artıqın demirlər ki, biz gedib fəth etməyəcəyik, demirlər ki, biz onları qırmayacağıq. Əziz qardaş bacılar, əziz müsəlmanlar, Yəhudilər Qəzzədə 60 minə yaxın insanı soyqırım ediblər. 60 minə yaxın insanı öldürüblər bu neçə ayın ərzində. Ufdan deməyiblər. Narahatlıq üzlərinə gəlməyibdir. Beynəlxalq təşkilatları, nə bilim, bəşər hüquqları təşkilatı, hamısı söz-söhbətdir. Hamısı söz-söhbətdir. Hamısı bunların nökərləridir. Nə iş görüblər? Beynəlxalq təşkilatları nə iş görüb Qəzzənin barəsində, Fələstin barəsində? Bəşər hüquqları nə qələt eləyibdi bunun Fələstin barəsində? Heç bir şey. Heç nə etməyiblər. Hamısı sözdür. Hamısı sözdür ki, bunlara nökərdilər onlarda. Ona görə də buna siz əmin olun ki, necə ki Yəhudilər Fələstini qırırlar, qətliam eləyib, soyqırım eləyirlər. Eynən o cürdə əgər öz hədəflərinə çatıb və o xəritə ki vardı, onların əqidəsi odur ki, o xəritəni ələ keçirdələr, o ərazini, onları keçirdəndən sonra bütün müsəlmanları hamısının al qanlarına boyayacaqlar. Hamısını öldürəcəklər, qətliam eləyib, heç uf da deməyəcəklər. Kim bunlara bir söz deyəcək? Amerika Hiroşimanın, Nakazakini atomla bombaladı. Atom bombasıyla bombaladı getdi. Kim nə dedi ona? 220 mindən çox bəlkə insan orada qırıldı. Kim ona nə dedi? Heç bir kəs. Hələ də hələdir ki, orada əsəri qalır, o atom bombasının əsərləri qalır orada. Siz elə bilirsiniz indi İsrail və yaxud Amerika durub müsəlman ölkələrin bombalası atomla bir söz deyə biləcək onlara. Beynəlxalq təşkilatları onlara bir söz deyəcək. Xeyr. Buna görə də gərək Allahın əmri ilə, Qur'an-ı Kərimin əmri ilə, Peyğəmbərimizin əmri ilə, ağlımızın əmri ilə gərək müsəlman ölkələri bir olsun. Bir olsun, vəhdət yaratsın, kafirin qarşısında dayansın. Elin gücü selin gücüdür. Qədim babalarımız bunu deyib. Elin gücü selin gücüdür. Bir çöpü götürüb sındırsan tez sinər. 30 dənə, 40 dənə, 50 dənə çöpü götürüb bir yerə yığıb sındıra bilməzsən. Zor çəkməlisən bunda. Ona görə də biz ağlımız da bunu deyir, dinimiz də bunu deyir, hər bir şey bunu deyir ki, məntiq bunu deyir ki, sən gərək müttəhid olasan, müsəlman ölkələri gərək müttəhid olub və kafir qarşısında dayana.